Hə? Yoxsa yoxlayaq. Qalan yoxdur ki heç kimdə. Tamam, başlayaq onda birinci sualdan izahını verirəm. Birinci sualda bizə nə deyir? İnsan təkamül sxemində X-in yastı döş qəfəsinə görə olanda bilirdik ki, yastı döş qəfəsinə görə insandan oxşar olan hippondur. Deməli, X-ə buradan yazırıq. Hippondur. Ondan sonra M-in ümumi bədən nisbətlərinə görə, M-in ümumi bədən nisbətlərinə görə gəndə bu da qorilladır. İnsana daha çox oxşadığı nəzərə primatlar barəsində doğru ifadəni müəyyən edir. Demək, X əgər hippondursa, deməli buradan boşluq olan yerə bu Diliopithekdir. Ondan sonra Z də orangutandır. Sonra M'in dedik ki, M gorilladır. O zaman L insana başlanğıc veribsə, L də buradan Avstralopithekdir. Onda K isə deməli burada şimpanzedir. İndi gəlin baxaq. Z-in döş qəfəsi 37 sümükdən ibarətdir. Z orangutandır, bəli, 37 sümükdən ibarətdir. Bu fikir doğru fikirdir. Kəllənin quruluşuna görə, ətrafların ölçüsünə görə insana daha çox oxşayır. K buradan şimpanzedir, bəli, bu da doğru fikirdir. Elin baş beyninin həcmi müasir insana bənzər meymunlara nisbətən daha böyükdür. El Avstralopithekdir. Avstralopitekin də baş beyin həcmi müasir insana bənzər meymunlara nisbətən daha böyük olub. Bu da doğru fikirdir. Deməli elə cavab 1, 2, 3 cavabıdır. Yəni B variantı olacaqdır. İkinci sual. İnsan orqanizmində sidik cövhəri qaraciyər hüceyrələrində sintez olunur və onun əksər hissəsi sidik vasitəsilə xaric edilir. Sidik cövhəri böyrəklərə nə vasitəsilə çatdırılır? Böyrəklərə qan plazması vasitəsilə çatdırılacaqdır və onun sidiyin tərkibinə keçməsi də təbii ki, qədəhə bənzər kapsulada, deməli oradakı kapillyarlarda keçir. Ona görə cavab D variantı olaraq götürürük. Üçüncü sual. Şəkildəki proses növün hansı kriterisinin mütləq olmadığını göstərir. Şəkildəki proses sarı bülbüldən alacaqlərin çarpazlaşıb döl nəsli verməsi növün kriterilərdən fiziolojik kriterinin mütləq olmadığını bizə göstərirdi. Ona görə cavab buradan B variantı olaraq götürəcəyik. Dördüncü sual. DNT molekulunda 3 rabitə əmələ gətirən nukleotidlərin sayı 2. Əgər 3 rabitə əmələ gətirən nukleotidlərin sayı 2 isə, yalnız adenin və timin zəncirin əvvəlində və yaxud da zəncirin axırında olanda bunlar ancaq deməli 3 rabitə əmələ gətirə bilər. Çünki qarşındakı ilə 2 rabitə, bir də özündən sonraki ilə isə bir rabitə əmələ gətirə bilər. 4 rabitə əmələ gətirən nukleotidlərin sayı 286-dır. Bunun 2 dənəsi zəncirin sonunda olan guanin və sitozindir. Digərləri isə ortada yerləşən, yəni 284 dənəsi isə, yəni 284 deyəndə 142 dənəsi adenin və 142 dənəsi isə timin, ortada olanlardır. Adenin və timindir. Yerdə qalanları isə olacaqdır ancaq ortada yerləşmiş olan və 5 rabitə əmələ gətirən guaninə sitozinlər olacaqdır. Ona görə X qədər guanin, 3 qat rabitə, X qədər də sitozin olmuş olur. İndi biz burada əlimizdə olan, mövcud olanların hidrogen rabitələrinin cəminə baxacağıq. Adenlə timin arasında 2 rabitə var. 142 dənə adenin burada var, 142 dənə timində burada var. Deməli, burada 286 rabitə adenlə timin arasındadır. Üstə gəlinsin. 3 rabitəni bilirik, axırıncıda olur. Deməli, 289 dənəsi fakt bizim bildiyimiz nukleotidlər arasında əmələ gələn rabitədir. Ümumi rabitənin sayı 601-dir. 601-dən çıxıram 289-u bərabərdir. 601-dən 289 çıxanda yerdə qalır 312. Bu 312 hidrogen rabitəsi də bu guanlə sitozinlər arasında olan rabitədir. Deməli 312-ni də 3-ə bölməklə 104 dənə guaninin və 104 dənə də sitozinin bu hissədə olduğunu bilirəm. O zaman məndən nə soruşur? Məndən ümumi nukleotidlərin sayını soruşur.
Ümumi nükleotidlərin sayını soruşarkən bilirik ki, 286 dənə adenin və timin varındır. 104 guanin, 104 sitozin burada. Bir de ikisi de buradaydı. Ümumi 210 dənə də nukleotid guaninlə sitozinin payına düşürdü. Ümumi 496 nukleotid vardır. Cavab A variantı olacaqdır. Keçək növbəti suala. Deməli, buradan bitki verilib bizə. Bitki qarğıdalıdır. Mərkəzi, bilirsiniz ki, bunun mərkəzi Amerikadır. Dişicikli çiçəklərində isə C2-2, Y0 və D1 olur və onun da seleksiyası ilə qarğıdanın seleksiyasına məşğul olan alim də Kaçinovdur. Ona görə 5-ci sualda doğru cavabımız B variantı olacaqdır. Neyronlarla arasında sinapsın əmələ gəlməsində bilavasitə iştirak etmir. Ara neyronun dendriti iştirak edir. Çünki ara neyronun dendriti hissi neyron aksondan impuls ala bilir. Hissi neyronun cismi xeyr, bu sinapsın əmələ gəlməsində neyronlar arasında sinapsın əmələ gəlməsində iştirak etməyəcəkdir. Hərəki neyronun dendriti ara neyronun aksonundan impuls ala bilir. Hərəki neyronun aksonu neyronlar arasında yox, birbaşa işçi orqandan əlaqəlidir. Ona görə bunu da götürəcəyik. Hissi neyronun aksonu ara neyronun dendriti ilə əlaqəli olduğu üçün bunu götürməyəcəyik. P hüceyrələrində təbii ki, götürəcəyik. Ona görə 2, 4, 6 iştirak etmir deyəcəyik. 7-ci sual. Cədvəldə 4 müxtəlif aləm və bu aləmlərə aid olan canlıların atomların biogen miqyasda iştirak edib etməməsi verilmişdir. Cədvələ əsasən hansı fikirlər doğrudur? X həm birinci növdə, həm də ikinci növdə iştirak edə bilər. Sonra Y həm birinci, həm ikinci, həm üçüncüdə. Deməli, Y-ə avtomatik olaraq bilir ki, Y heyvanlara aiddir. Çünki insan da heyvanlar aləminin nümayəndəsidir. X-i baxıram. X isə bitki də ola bilər. X-də göbələk də ola bilər. Ona görə X-ə həm bitki, həm də göbələk kimi baxa bilərik. Z yalnız birinci növdə iştirak etdiyi üçün aydındır ki, Z bakteriyalar aləminə aiddir. K isə birinci növ və ikinci növdə iştirak etdiyinə görə yenə K da bitki də ola bilər, göbələk də ola bilər. İndi gəlin bəndlərə baxaq. Birinci, X aləminə aid canlının hüceyrəsində ehtiyat qida maddəsi glikogen ola bilər. Əgər göbələk kimi düşünsək, bəli, glikogen ola bilər. Bu doğru fikirdir. Y ən az növ müxtəlifdən malik aləmdir. Xeyr, heyvanlarda ən çox növ müxtəlifinə malikdir. Bu fikir səhvdir. Z aləminə aid olan canlının çoxalması spor vasitəsilə ola bilər. Bakteriyalar spor vasitəsilə çoxalmır. Spor onların müdafiəsidir. Ona görə bu da səhvdir. K aləminə aid olan canlı konsument ola bilər. Bəli, göbələk, bitkilərdən içərisində konsument nümayəndəsi ola bilər. Y aləminə aid olan canlı koloniya halında yaşaya bilər. Bəli, heyvanlara aid olan, məsələn, Volvox koloniya halında yaşaya bilər deyirik. Ona görə bu da doğrudur. Yəni, cavab 1, 4 və 5 cavabı olacaqdır. Qrafikə əsasən hansı fikir doğrudur? X bitkisinin bircisi çiçəyi ola bilməz. X 3 erkəkciyi varsa, qarğıdalı kimi düşünsən, bunun bircisi çiçəyi ola bilər. Bu fikir səhvdir. İkinci, B bəndinə baxıram. B bəndində deyir ki, Y bitkisi qutucuq meyvəyə malik ola bilməz. Y bitkisi 5 dənə erkəkciyə malikdir. Badımcan çiçəklərə aid olub, qutucuq meyvəyə aid ola bilər deyəcəksiniz burada da. Niyə də olmasın, yəni. Bu düzgün deyil, ola bilər, yəni. Sonra C bəndinə baxalım. C bəndində isə bizə deyir ki, Z bitkisi qutucuq meyvəyə malik ola bilməz. Z bitkisini mən zambaqlara aid götürsəm və zambaqda qutucuq meyvə ola bilər. Ona görə bu fikirdə deməli doğru deyil. Sonra D bəndi. K bitkisi oturaq çiçəyə malik ola bilməz. K bitkisi paxlallara aid olsa, paxlalarında onlarda oturaq çiçək vardır. Başlıq çiçək qrupu olur. Bu da səhvdir. Y bitkisi süpürgə çiçək buna malik ola bilər. Y bitkisinin 5 erkəkciyi var. Badımcan çiçəklərdə 5 erkəkciyə malik bitki ola bilər. Ona görə doğru cavab kimi elə buradan Y variantını götürəcəyik. Bütün şibə növlərini əmələ gəlməsində iştirak edən canlılar aləmi parazit nümayəndəsini törətdiyi xəstələr adlanır.
Bilirsiniz ki, bütün şibyələrin tərkibində daxil olan göbələkdir. Göbələyin törətdiyi xəstəliklərə biz mikoz deyirik. Ona görə cavab A variantı olacaqdır. 10-cu sual. Səhli bitki X-dir. Yeraltı yarpaqların şəkil dəyişməsi pulcuğa bənzərdir. Yerüstü yarpaqlarında damarlanma tipsi qövs vardır. Avtomatik olaraq təbii ki, söhbət nədən gedir? May inci çiçəyindən gedəcəkdir. Ona görə cavab olaraq buradan A variantını deyəcəyik. 10-cu sualdan sonra 11-ci sual. Bütün aləmlərin nümayəndələrində rast gəlinən sitoplazmatik orqanoid. Bütün aləmlərin deməli nümayəndələrində rast gəlinən sitoplazmatik orqanoid söhbət ribosomdan gedir. Əgər söhbət ribosomdan gedirsə, deməli xromosomları iki çiyinə bölündüyü sintez olunur. Xeyr, bu doğru deyil. İki lipid cərgəsindən və xeyr, ribosomdan söhbət gedir. Bu da iki lipid cərgəsi deyil. Bütün xromosomların ikincili gəlməsindən sintez olunur. Xeyr, bu da nüvəcikdir. Evkaryot hüceyrə nüvəcik tərəfindən sintez olunur. Bəli, bu cavab doğrudur. Ona görə cavab D variantını götürəcəyik. Şəkildə bəzi onurğalıların ifrazat sistemi orqanlarının quruluşu verilmişdir. Hansı ifadə və yaxud da hansı ifadələr doğru deyil deyə bizdən soruşur burada. İndi gəlin baxalım, hansı ifadə və ya hansı ifadələr doğru deyil? M, L, K, N, L canlısı. Birinci işimiz nədir? Bu deməli ifrazat sistemi orqanlarının hansı canlılara aid olduğuna gəlin birinci baxaq. Deməli birinci burada M olaraq deyəcək. M quşlara aiddir. Sonra L'yi götürəcəyik. L burada amfibilərə aiddir. Amfibi. Sonra K balıqlara aiddir. N isə təbii ki insana aiddir. Və ya da məmmələrə aid deyirik. L canlısının sidik axarları sidik hissəsinə açılır. L canlısının sidik axarları sidik hissəsinə açılır. Amfibilərdə sidik axarları birbaşa sidik hissəsinə açılmır. Onlarda birbaşa amfibilərdə açılırdı. Hara? Kloakaya açılacaqdır deyəsin burada. Ondan sonra bu doğru deyil. N canlısının sidik axarı iki əsas bədən boşluğunda yerləşir. N canlısı sidik axarı, bəli, iki bədən boşluğunda yerləşir. Həm qarın boşluğu, həm də çanaq boşluğunda. N canlısı xordalların ən cavan sinifinin nümayəndəsidir. Burada M-i biz quşlara aid demişdik. Bəli, bu da quşlar ən cavan sinifdir. K canlısı ağciyərlə tənəffüs edən canlı ola bilər. K canlısı balıqdır. Balıqların da ağciyərlə tənəffüs edən nümayəndələri vardır, mövcuddur. Ona görə bu da doğrudur. Cavab olaraq 1-3-ü götürəcək, yanlış cavabı. 13-cü sual. Ana bətnində olan əkizlərin sayı 3 dənə. Əkizlərin cinsiyyəti 2 oğlan, 1 qız. Mayalamda iştirak edən Y xromosomu qametlərin sayı A, cift sayı B. A üstəgəl B ifadəsinin minimum qiymətini tapın. Mən oğlanları eyni yumurta əksi götürürəm. Demək, oğlanları eyni yumurta əksi götürürəm. Ona görə də oğlanları eyni yumurta əksi götürdüyünə görə X üstə gəlinsin. Y bərabərdir XY oldu və bunlar da sonra 2 dənə bölünərək eyni yumurta əksi əmələ gəldi. Oğlan qızı isə ayrı, müxtəlif yumurta əksi götürəcəm. Deməli, burada A üstəgəl B ifadəsinin minimum qiyməti nədir? Ciftlərin sayını 2 götürəcəm. Mayalamda iştirak edən Y xromosomu qametinin sayını da 1 götürsəm buradan da, bu da 1 olsa, demək, ümumi minimum sayı 3-ə bərabər olacaqdır. 14-cü sual. Buğumayaqlar tipinin ilk nümayəndələrinin xitin skeletə malik olduğunu söyləmək olarmı? Olmaz təbii ki. Nəyə görə olmaz? Çünki buğumayaqlar tipinin ilk nümayəndələri əmələ gəlir nə zaman? İlk nümayəndələri əmələ gəlirdi proterozoida, amma xitin skelet isə Kembri dövründə əmələ gəlmişdir. Ona görə doğru cavab B variantı buradan olacaqdır deyəcəyik. 15-ci sual. Göyərçinin dişi və erkək fərdlərinin cinsiyyət vəzləri böyümə mərhələsində ilkin hüceyrələrin sayı C, yumurtalığa daxil olan hüceyrə sayı, yəni C-dir, toxumluğa daxil olan C-dir. Unutmayın ki, toxumluğa əgər C qədər hüceyrə daxil olsa, 4C qədər qamət əmələ gələr. Üstə gəl,
Yumurtalığa C qədər daxil olsa, elə C qədər qamət əmələ gəlir. Bərabərdir. Bu birlikdə 5C eləyir. 5C bərabərdir. Deməli, 300-ə C də buradan bərabərdir 60-a. Deməli, 60 hüceyrə daxil olubdur. Yönəlici simciklərin maksimum neçəsi X cins xromosom olar? Əgər 60 daxil olarsa, demişdik ki, n qədər daxil olarsa 2n qədər maksimum, minimumsa elə n qədərdir. Yəni 60 hüceyrə daxil olubsa, cəmi 120 dənə X, 120 dənə Y olacaq. Bütün yönəlici simciklərin də hamısı təbii ki, X-lərin hamısı yönəlici simcik olacaqdır. Niyə? Çünki 60 hüceyrə daxil olsa vuracam bunu 4-ə bərabərdir. 240 hüceyrə əmələ gəlir. Bunun 120 dənəsi X olur, 120 dənəsi Y olur. Maksimum dediyinə görə bütün qametləri mən Y olaraq götürürəm. 60 qametin 60-dan Y götürürəm. X qameti ümumiyyətcə olmur. X-lərin də hamısı yönəlici simcik olur. Ona görə cavab D variantı olaraq götürəcəyik. Eyler-Venn diaqramına uyğun bəndləri müəyyən edin deyəcək. 16-cı sualımıza. Baxırıq indi. Çoxalmadan qabaq qamçılarını itirir. Bu hər ikisi həm cinsi həm qeyri çoxalma zamanı qamçı itirəcəkdir. Zoosporlar meyoz bölünmə nəticəsində yaranır. Meyoz bölünmə nəticəsində yaranması təbii ki, cinsi çoxalma zamanı olur. Zoosporlar əlverişli şəraitdə əmələ gəlir. Əlverişli şəraitdən söhbət gedir, söhbət qeyri-cinsi çoxalmadan gedir. Ona görə də deməli əlverişli şəraitdə olur deyəndə burada həm cinsi çoxalması zamanı əlverişli şərait olur, qışlamış olan zigot zoospor əmələ gətirir. Həm də qeyri-cinsi çoxalma zamanı da əlverişli şəraitdə zoospor əmələ gələ bilir. Ona görə bu da ortaq nöqtəsidir. Zoosporlar yetkin fərddən əmələ gəlir. Zoospor yetkin fərddən əmələ gəlir. Bu qeyri-cinsi çoxalma zamanı baş verəcəkdir. Haploid hüceyrələr cüt-cüt birləşir. Təbii ki, bu da cinsi çoxalma zamanı meydana gəlir deyəcəksiniz. Ona görə birinciyə 4, ikinciyə 2, 5, üçüncüdə 1, 3. Yəni doğru cavab A variantı olacaqdır. Tenyalinxoz xəstəliyin törədicisi yetkin mərhələdə əsas sahibi hansı əsas bədən boyutunda yerləşən orqanda parazitlik edir. Deməli, öküz soliteridir. Öküz soliteri bizim nazik bağırsaqda parazitlik edir. Nazik bağırsaqda bizim qarın boşluğunda yerləşir. Ona görə cavab C variantı olacaq. 18-ci sual. Pişiklərdə tükün rəngini müəyyən edən genlər X xromosomlarında yerləşir. Şəkildəki heyvanların çarpazlaşmasından alınan fərdlərin ehtimal olunan fenotip müxtəlifliyi hansı qrafikdə düzgün verilib? Alabula və qara. Təbii ki, alabula dediyimiz ancaq dişi ola bilər. Ona görə yazılır X böyük B, X kiçik B. Çarpazlaşır qarada erkəkdir. X böyük B, Y. Buradan alınır X böyük B, X böyük B. Yəni qara dişi, X böyük B, Y. Qara erkək, X böyük B, X kiçik B. Alabula dişi və bir də alınacaqdır X kiçik B, Y sarı erkək. Ona görə 25, 25, 25, 25 alınır. Hər birindən alınır. Doğru cavab budur. Qara deməli dişi, alabula dişi, qara erkək və sarı erkək. Cavab A variantı olacaqdır. Proteində yetkin göl qrupasından fərqli olaraq arxa ətraflar ön ətraflardan yaxşı inkişaf etmişdir deyir. Xeyr, yaxşı inkişaf etməyib. Bu fikir səhv fikirdir. Sonra ağciyər tənəffüsünə rast gəlinmir. Bəli, çünki qərsəm onlarda ömrü boyu qalır. Bunu götürəcəyik. Quyruğu yoxdur deyəndə bu quyruqlara aiddir. Bu da səhv fikirdir. Ön və arxa tərəfə eyni uzunluqdadır. Bəli, bu da doğru fikirdir. Gözləri yoxdur. Bu da doğru fikirdir. Ona görə 2, 4, 5 Y variantı olacaqdır cavabda. Yalnız toxumlu bitkilərdə rast gəlinir. Yalnız toxumlu bitkilərdə olan yumurtacıq olar. Çünki yumurtacıqdan toxum əmələ gəlir. Ona görə cavab Y variantı olacaqdır. Hidranın bədən örtüyünün xarici qatının əsas hissəsini təşkil edən hüceyrələr söhbət dərəcəli hüceyrələrindən gedir. Kiçik heyvanları iflic edən zəhər ifrazıdır. Xeyr, bu dalaycı hüceyrədir. Bunu yanlış deyir. Həzm prosesi iştirak edir. Bu da həzm hüceyrəsidir. Digər hüceyrə başlanğıc verir. Bu aralıq hüceyrədir. Uzun çıxıntılara malikdir. Bu da dalaycı hüceyrədir. Əzəl lifinə malikdir. Bəli, bunlar əzəl lifinə malikdir desəniz. Çay xərçənginin ürəyi xaslı hörümçək və may böcəyindən fərqli olaraq baş döşün bel hissəsində yerləşəcəkdir deyəcəyik. Bir də baş döşün bel hissəsində yerləşməsindən əlavə də bir də kisə formasındadır. Ona görə cavab A variantı götürürük.
23-cü sual. Çanaq sümükləri verilir burada. Neçə növ sümükdən təşkil olunmuşdur? Cəmi burada bir növ sümük var. Ona görə bir yazıram. Çanaq sümükdən. Ancaq neçə ədəd sümükdən təşkil olunmuşdur? 2 ədəd sümükdən təşkil olunub. 2 dənə çanaq sümüydür. Neçə borlu sümüklə bilavasitə birləşmə gətirir? Burada bir bud, burada bir bud birləşir. Ona görə 2 dənə bud sümüyü birləşir. Toplam birlikdə bunların cəmi 5-ə bərabər olacaqdır desiniz. 24-cü sual. Ququşu. Ququşu bataqlıq quşlarına aiddir. Ququşu bataqlıq quşu deyil. Xeyr, bu səhv fikirdir. İnkişaf tipinə görə cücə balalıdır. Bəli, cücə balalara aiddir. Qaskimlər dəstəsinə aiddir. Deyir. Ququşu, bəli, bunlar qaskimlər dəstəsinə aid olacaqlar. İnkişaf tipinə görə ətcə balıdır. Xeyr, bu da getdi. Su quşlarına aiddir. Bəli, su quşlarına aiddir. Qarmaq şəkilli dimdiyə və iticana xeyr, yırtıcı quşlara aiddir bu xüsusiyyət. Bu da səhvdir. Cəmə 2, 3 və 5 cavabı doğru cavab olacaqdır desiniz. İnsan ürəyinin kameraları X, Y, Z, K. Kameraların boşluğunda bilavasitə birləşən qan damarlarının sayı 4 dənə qan damarı birləşirsə əgər avtomatik olaraq bilək ki, bu sol qulaqçıqdır. Bir dənə damar birləşir və venozdur. Ona görə də bu da sağ mədəcikdir. İki damar birləşir. İki damar birləşirsə yuxarı boş vena, aşağı boş vena. Bu da sağ qulaqcıq olacaqdır. Bir dənə damar birləşir və arterial birləşir, demə aorta birləşib. Bu da sol mədəcikdir. İndi gəlin bizdən verilənlərə baxaq. Doğru olanları müəyyən edin. K-nın əzələvi divarı daha qalındır. K nə idi? Sol mədəcik. Bəli, sol mədəciyin divarı daha qalındır. Ona görə birinciyi götürəcəm. X və Y arasında taylı qapaqlar yerləşir. X sol qulaqçıqdır, Y sağ mədəcikdir. Xeyr, bunlar arasında yerləşə bilməz. Y-də Z-ə venoz, Y-dən Z-ə venoz qan axır. Y-dən Z-ə sağ mədəcikdən sağ qulaqçığa venoz qan axır cümləsi xeyr, bu da ola bilməz. Bu fikir də səhvdir. X-dən K-ya arterial qan axır. X nədir? Sol qulaqçıq, K-nın sol mədəcik, bəli, arterial qan axır. Bu fikir doğrudur. Y və Z arasında taylı qapaqlar yerləşir. Y ilə Z arasında Y sağ mədəcikdir. Z də sağ qulaqçıdır. Bəli, taylı qapaq yerləşir. Düzdür. X və Z-in boşluğunda arterial qan olur. X sol qulaqçıqda arterial qan olur. Z isə sağ qulaqçıqda orada arterial qan olur, venoz qan olur. Bu fikir yanlış fikirdir deyəcəksiniz. Deməli cavab oldu 1, 4 və 5-ci cavab olmuş oldu. Burada da. 26-cı sualımıza keçək. Lampa işığına qarşı şərti ağız suyu ifrazı refleksiya yaranmışdır deyir. Burada bizə. İndi şəkildə yaranmış itdə şəkilə əsasən oyanmanın ötürülmə ardıcıllığını müəyyən edin. 1. Görmə orqanı şərtidir ya. Şərti olarkən birinci deməli görmə orqanı deyir bizə. Baxaq indi. Buradan təbii ki birinci görmə orqanı ilə başlayacaqdır. Ondan sonra görmə orqanı vasitəsilə görmə sinirindən gedəcək görmə mərkəzinə. 5-ə gedəcəkdir. Ondan sonra gələcəkdir yarımkürə qabığının oradan qida mərkəzinə müvəqqəti əlaqə olur. Keçir qida mərkəzinə. Qida mərkəzindən sonra ağız suyu ifraz edən cavabdeh olan mərkəzə ötürüləcəkdir. Bu da 2 ilə bizə göstərilib və sonda isə ağız suyu ifraz edən vəzidir. O da bizə 3 ilə göstərilir. Deməli cavab 1, 5, 4, 2, 3 olacaqdır. 27-ci sual. Çiçəkləri tamdır. Bu da qeyri-tamdır. Bir cinslidir. Çiçəkləri tam və qeyri-tam olanda birinciyə baxırıq. Bir cinsli olsun, qeyri-tam olsun. Burada söydü göstərə bilərəm. Söydün çiçəkləri həm bir cinslidir, həm də qeyri-tam çiçəklərə aiddir. Bunu yazdıq bura. 1-dir. İkinciyə baxıram. İkincidə isə deyir ki, işıqaz çiçək yanlığına aid olsun və çiçəkləri iki cinsli olsun. İki cinsli olsun və işıqaz çiçək yanlığına malik olsun. Bu noxud ola bilər. Noxudu A-nı bura yazacağım. Digəri uyğun gəlmir. Sadə çiçək yanlıqlı olsun, iki cinsli olsun deyir burada da mənə. Buna da dağ laləsini misal göstərə bilərəm.
ve incitsəyini misal göstərə bilərəm. Qarğıdalı isə təbii ki, birinci olduğuna görə və burada qarğıdalı heç birinə uyğun gəlməyəcəkdir. Ona görə cavab 1D, 2A, 3BY olmuş olur. Keçək situasiya. Situasiyada valideynlərin qan tərkibinin məlumatlarına əsasən həkim uşağın qan qrupu haqqında dəqiq məlumat verə bilərmi? Cavabınızı əsaslandırın deyir bizə. İndi əgər burada bizə deyilsə ki, qadın buna əsasən tam cavab verə bilərmi? Doğru cavab təbii ki, biz deyik ki, xeyr. Qan tərkibinin məlumatlarına əsasən həkim uşağın qan qrupu haqqında dəqiq məlumat verə bilərmi? Valideynləri fərqli ola bilər. Uşaq da fərqli qan qrupu ola bilər. Ona görə təbii ki, biz burada xeyr deyəcəyik. Çünki valideyn qan tərkibinə əsasən həkim sadəcə olaraq qan qrupu haqqında dəqiq deyənməz. Ehtimallar yürüdə bilər. Ona görə dəqiq məlumat verə bilməyəcəkdir. Ehtimal yürüdə biləcəkdir. Ola bilər ki, məsələn, ikinci qan qrupu heterozigot olsun, homozigot olsun. Ona görə qısaca olaraq mən bura xeyr olaraq deyirəm cavabı. 29. Cədvəli tamamlayın. Valideynlərin qan qruplarının genotipləri heterozigot olarsa, bu ailədə uşaqların ehtimal olunan qan qruplarının genotiplərini bizdən soruşur. İndi mən bunlara baxsam, heterozigot olarsa, yəni biri tutaq ki, BO olsa, biri də AO olsa, bu ailədə doğulan uşaqların biz bilirik ki, ikinci və üçüncü qan qrupuna, bütün qan qrupuna malik. Yəni A0, B0, AB və 00. Yəni 4 qan qrupunun 4'ü də meydana gələ bilər deyəcəksiniz. 30-cu. Anaya öz qan qrupuna olan rezus müsbət qan köçürsə nə baş verə bilər deyik burada. Deməli, rezus müsbət qan olan insan eritrositlərində antigen xassəli zülal var. Yəni RH zülalı vardır. Ona görə də onların qanı rezus mənfi olan insana köçükdə qan pıxtalaşır. Hətta bu amputasiya səbəb olur və ölümə də səbəb ola bilər deyəcəksiniz. Bu da dediyim bu fikirləri bura götürə bilərsiniz. Bu qədər. Kimin neçə düzü varsa deyə bilər.